Salam değerli yoldaşlar. Dünən Telegram kanalımızda da paylaşdığımız sual izahına baxaq. Fikirlərdən hansı düzgün deyil? Bizdən yanlış fikri soruşur. Eyni köklü sözlərin kökləri ayrılıqda amonim ola bilər, amma bir-birinə qarşı amonim ola bilməz. Buna baxaq. Evcik və evdəki sözlər kökləri ev sözlərdir. Eyni məna bildirir. Biz eyni köklü sözlər haqqında danışarkən deyirik ki, eyni köklü sözlərin kökləri eyni məna bildirməlidir və mütləq şəkildə düzəltmə olmalıdır. Yəni biz eyni köklü sözləri sadə və mürəkkəb sözlər içərisindən seçə bilmərik. Eyni köklü sözlər mütləq şəkildə düzəltmə olmalıdır və kökləri eyni məna bildirməlidir. Bəs kökləri amonim ola bilərmi? Bəli, kökləri amonim ola bilər, amma kökləri bir-birinə qarşı amonim ola bilməz. Məsələn, düzəl və düzgün sözlərinə baxaq. Düzəl sözünün kökü düz sifəti, düzgün sözünün kökü düz feilidir. Biz bunu hardan bilirik? Köklərin bu tip sözlərin köklərini necə müəyyən edə bilərik? Əgər tərkibində 2 variantlı şəkilçi varsa, sözün kökü əsasən sifət olur. Tərkibində 4 variantlı şəkilçi varsa, sözün kökü əsasən feil olur. Bu digər başqa bir məqama baxaq. Məsələn, düzəl sözündə 2 variantlı şəkilçidir. Bu 2 variantlı şəkilçini başqa bir sifətə artırırlar. Məsələn, genel sözünə baxaq. Genel sözünün kökündə gen sözün nitq hissəsi olan nədir? Sifətdir, elə deyilmi? Deməli, buradakı al şəkilçisini bura başqa bir sifətə artıra bilərik. Ona görə də deyə bilərik ki, düzəl sözünün kökündə düz sözü sifətdir. Düzgün sözünün kökü tərkibində 4 variantlı şəkilçidir və tərkibində 4 variantlı şəkilçi olduğuna görə deyə bilərik ki, sözün kökü əsasən feildir. 4 variantlı şəkilçi əsasən feili artırılır. Sadəcə burada lıq şəkilçisi istisnadır. Lıq şəkilçisi adları artırılmış olur. Və buradakı ğıncı-ğuncun şəkilçisində başqa bir feili artıra bilərik. Məsələn, süzgün sözünü artıra bilərik. Deməli, artırılırsa sözün kökü feildir. Bir də təkrar edək. Əgər tərkibində 2 variantlı şəkilçi varsa, sözün kökü əsasən sifət. Tərkibində 4 variantlı şəkilçi varsa, sözün kökü əsasən feil olur və həmin bu şəkilçiləri sifətə və feili artırılaraq yoxlayın. Əgər sifət artırılırsa, deməli sözün kökü sifət. Feil artırılırsa, sözün kökü feildir. Dediyimiz kimi burada lıq şəkilçisi istisnalıq təşkil edir. İndi eyni köklü sözlərin kökləri amonim ola bilərmi? Bəli, ola bilər, amma bir-birinə qarşı amonim ola bilməz. Məsələn, düzəl və düzgün sözlər eyni köklü deyil. Niyə? Çünki düzəl sözünün kökü düz sifəti, düzgün sözünün kökü düz feildir və bunlar bir-birinə qarşı amonimlik yaratmış olacaq. Eyni köklü sözlər mütləq şəkildə kökləri eyni məna bildirməlidir. Bir-birinə qarşı amonim olmamalıdır. Yəni burada A variantı düzgündür. Çünki kökləri bir-birinə qarşı amonim olması fikri düzgündür. O bu əvəzlikləri cümlədə mübtəda olmasa belə onlardan sonra vergül qoyula bilər. Bəziləri deyir ki, o bu mütləq şəkildə mübtəda olmalıdır və ondan sonra müəyyən nitq hissələr yanında vergül qoyulmuş olsun. Bu yanlış fikirdir. O bu əvəzlikləri cümlədə mübtəda olmasa belə şəxs anlayışı bildirdiyi halda vergül qoyulmuş olacaq. Məsələn, o evə gələndə gec idi. Burada göründüyü kimi mübtəda yoxdur. Amma odan sonra vergül qoyulub. Çünki o burada şəxs anlayışı bildirir. Məsələn, o buradakı vergül silsə, o artıq işarə bildirmiş olacaq. Cümlədə təyin olmayacaq. Sadəcə işarə bildirmiş olacaq. Burada vergülün işlənməsi onun şəxs anlayışı bildirdiyi mənasına gəlir. Cümlədə mübtəda yoxdur, amma odan sonra məsələn isim gəlib, ona görə vergül qoyulacaq. Yəni mübtəda olmasa belə şəxs anlayışı bildirdiyi üçün vergül qoyulmuş olacaq. Yəni bu fikir də düzgündür. Eyni sözdə həm kəmiyyət, həm keyfiyyət dəyişikliyi ola bilər. İlk əvvəl kəmiyyət dəyişikliyi nədir? Sözün yazılışı və tələffüzü arasında fərq olmalıdır. Kəmiyyətcə, miqdarca fərq olmalıdır. Məsələn, ailə sözündə 4 hərf var, tələffüzündə 5 səs var. Deməli, səs və 4 hərf var, 5 səs var. Ona görə də burada biz deyə bilərik ki, kəmiyyət fərqi var. Çünki sözün yazılışında 4 hərf, tələffüzündə 5 səs var. Yəni miqdarca hərf və səslər bir-birindən fərqlənirsə, bu səs düşümü də ola bilər. Məsələn, neft yazırıq, neft deyirik. Ona görə fərq olarsa, biz burada kəmiyyət dəyişikliyi götürə bilərik. Keyfiyyət dəyişikliyi nədir? Hərf başqa bir səsə keçir. Məsələn, zambaq sözünə baxaq. Zambaq sözünün sözün yazılışındadır və tələffüzündə m-ya keçir. X-ya keçir. Və burada göründüyü kimi 5 səs, 6 səs var, 6 hərf var. Yəni burada səs və hərf bir-birinə bərabərdir. Sadəcə burada samitlər dəyişir. Ona görə də deyə bilərik ki, burada keyfiyyət dəyişikliyi var.
Bəs eyni elə bir söz ola bilərmi? Həm kəmiyyət, həm keyfiyyət dəyişikliyi olsun. Bəli, ola bilər. Babamla sözünə baxaq. Babamla sözündə, sözün yazılışında və sözün tələffüzündə bir-birindən fərqlidir. Miqdarca bir-birindən fərqlənir. Miqdarca bir-birindən fərqlənirsə, deməli bu sözdə kəmiyyət dəyişikliyi var. Və l samiti də n kimi tələffüz olunur. Yəni sözün yazılışındakı samit və ya sait olsun, fərq etməz. Başqa bir samitə və ya saitə keçirsə, biz burada deyə bilərik keyfiyyət dəyişikliyi var. Yəni eyni sözdə həm kəmiyyət, həm keyfiyyət dəyişikliyi ola bilər. Bu variantda düzgündür. Sonra cümlədə təsirli halda olan söz müstəqil işlənibsə, əminliklə deyə bilmək ki, tamamlıqdır. Bu düzgün fikirdir. Adətən təsirli halda olan söz müstəqil halda işlənərsə tamamlıq olur. Amma həmişə tamamlıq olur fikri yanlışdır. Məsələn, yayı kənddə keçirdim. Burada yayı kənddə keçirdim deyəndə nəyi kənddə keçirdim deyə bilmərik ki. Ona görə də təsirli hallı söz müstəqil işlənirsə, əsasən tamamlıq, bəzən də zərflik olur. Bu adətən zaman məzmunlu sözlərə aid olmuş olur. Yəni bu fikir də düzgündür. Hər bir sözün leksik mənası eyni olmadığı kimi qrammatik mənası da eyni ola bilməz. Kitab sözünə baxaq. Kitab sözünün leksik mənası oxumaq üçün vəsaitdir. Qrammatik mənası isə isimdir. Dəftər sözü və ya qələm sözü yazı yazmaq üçün əşyadır. Leksik mənaları bir-birindən fərqli oldu, amma qrammatik mənaları eyni oldu. Yəni sözün leksik mənası fərqli ola bilər, amma bir neçə sözün qrammatik mənası eyni ola bilər. Yəni sözün leksik mənası fərqli olanda qrammatik mənası da fərqli olur deyə bir şey yoxdur. Leksik mənası fərqli olanda qrammatik mənaları eyni ola bilər. Belə hər gün Telegram kanalımızda müəyyən suallar paylaşacağıq və həmin sualların izahını YouTube kanalımıza yükləmiş olacağıq. Bir neçə gün sonra hər hansı bir mövzunda izahını verəcəyik, bu şəkildə YouTube kanalımızda olacaq. Kanalımızı bəyənib, abunə olub paylaşmağı unutmayaq. Hər birinizə təşəkkür edirik. Çox sağ olun.